Hər kəsi xoş gördüm, mən gəldim. Mövzumuz var. Və əslində bu mövzunu çoxdan danışmaq istəyirdim, unudurdum. Sadəcə bugün gələn zəng işlə bağlı belə bir bəy sual verdi. Mən onu qısa cavabladım və düşündüm ki, bunu artıq sizinlə paylaşmaq vaxtıdır. Mövzu nədir? Cəmiyyətimizdə kişilərin qadınların geyiminə qarışması, nəzarət etməsi, hətta münasibətlərdə, sevgi ya evlilik münasibətlərində şantaj kimi seçimdə qoyması, ya mən, ya geyim. Və bu mövzu əslində çox belə kənardan adi görünsə də, geyimə görə mübahisə edirsiniz, adam geyimə görə də ayrılar, bəli. Geyimə görə boşanmalar da var, geyimə görə sevgi münasibətlərin dağılması da baş verir. Niyə? Kişilər bu dərəcədə qadın geyiminə nəzarət etmək istəyir. Hətta mən sizə deyim ki, mən buna rast gəlirəm, yeniyetmələr arasında xoşlanma başlayır. İndi böyük yeniyetmələrdir, məktəbdə paralel sinif və yaxud da sinif yoldaşlarınla bir xoşlanma mərhələsi keçirlər və yaxud da tələbələr gənc yaşda. Oğlanların ilk qoyduğu şərt, bunu giyməyəcəksən, onu geyinməyəcəksən, məndən icazə almalısan, yetişkin insanlar arasında da var. Şəkil çək göndər, görüm nə geyinmisən, sən məndən soruşmusan ki, bunu geyinirsən. Problemin kökü nədir? Əvvəla ona gələk ki, bir qadın cəmiyyətimizdə bir kişiyə öz istədiyi geyimi geyindirə bilərmi? Məsələn, mənim ürəyim istəyir ki, sən bugün ətək geyinəsən, mini yubka. Kişi geyinə bilər? Yox. Mən istəyirəm ki, sən qırmızı köynək geyinəsən. İndi son illərdə biraz inkişaf gedir. Əvvəllər şəhərdə sanki çıxanda hamı yasa bürünmüş kimi də demək olar ki, qara rəngdə gəzirdilər. Bugün biraz ki, bəylər rəngli köynəklərə keçid ediblər. Asanlıqla mavi rəngdə köynək geyinərlər, amma mavi sözünə belə aqressiv yanaşarlar. Qəribədir, düzdür? Qırmızı köynək də son illərdə nadir insanlar geyinməyə başlayır. Mən sənin üçün nəyəm qırmızı geyinim? Hərçənd ki, polo deyilən köynəklər var, o 3 düymə. Diqqət edirəm, bəzən xirtdəyə kimi bağlayırlar. Dəbdən xəbəri olmayanlar, o söhbət var, pulu var, amma zövqü yoxdur məsələsi. Əslində bu 3 düymə köynəklər, əgər sən rəsmi yerdə deyilisənsə, birinci və yaxud ikinci 2 düymə açıq olmalıdır. Və polo köynəyi hər kəs geyinə bilməz. Onu da qeyd edeyim kiçik bir haşiyə olaraq ki, uzun boğazın varsa, hündür boyun varsa, o zaman sən polo köynək geyinə bilərsən. Dəbdən xəbəriniz yoxdursa deyim və birinci düymə açıq olmalıdır. Və yaxud da boğazın uzundursa, o zaman bəli, köynəyin üçü də bağlana bilər. Bizdə məsəl üçün bəylərin çoxu buna diqqət eləmir. Ələlxüsus o brendovay polo köynəkləri alırlar və xirtdəyə qədər bağlayırlar. Qadın desə ki, məsəl üçün mən istəyirəm sən üçünü də açıq qoyasan, mən sənin üçün nəyəm? Mən istəyirəm qırmızı köynək geyinəsən, xeyr ola. Və bütün bunların da ardından sonra qeyd edirlər ki, qadınlar merkantildir. Bayaq hekayə bölümündə kiçik paylaşım eləmişdim Instagramda. Merkantil sözü geniş yayılıbdır bugün. Bir dəfə də danışmışdım. Qısa desək, yəni qadın səninlə münasibətə gəlir ki, səndən bir gözləntisi, nəsə bir gözləntisi var. Merkantil, bütün kişilər merkantildir. Əgər bir kişi sənlə tanış olursa, bütün demək olar, sağlam kişilərin başında seks hissi var, istəyi var. Və əgər bir qadından tanış olursa, təbii ki, onun bir istəyi var, qadını əldə etmək istəyi var və yaxud münasibət qorumaq istəyi var və yaxud da qadından öz istədiyi tərzdə geyinməyi istəyirsə, bu elə özün merkantillik deməkdir. Kişilər bunu istədiyi təqdirdə qadın nəyə görə münasibətə təmənnasız gəlməlidir? Və nəyə görə qadınlar bu qədər rahatlıqla kişilərə icazə verirlər geyimə qarışmağa. Üstəlik də bu zaman toy edəndə belə ailə qurarkən çoxları şikayət edir. Hətta bir çox toylar dağılır, alınmır. Niyə?
gəlinlər, gəlin paltarı seçiminə baldızlar, qaynanalar da qarışmağa başlayır. Niyə? Çünki əvvəldən qız, qadın tanış olduğu kişiyə icazə verib ki, onun geyiminə nəzarət eləsin. Və bu gün də gələn zəngdən deyilir ki, bəs xanım geyim alıb, mənim xəbərim olmadan doğum gününə. Və təbii ki, bu anonimdir. Bəzən deyirlər ki, siz niyə hekəli? Anonimdir da. Yəni, bu cür misal çəkdiyim çoxdur, hədsiz çoxdur məsələlər. Mənim xəbərim olmadan paltar alıb, mənim niyə bundan xəbərim olmayıb? Bəlkə mən istəməyəcəydim paltarı giyinsin, mənim xəbərim olmalıydı. Bədən qadının bədənidir. Və bir qadın özü qərar verir öz bədəni ilə, vücudu ilə bağlı. Nəyi geyinə bilər, nəyi geyinə bilməz. Bunun kişiyə ümumiyyətlə heç bir aidiyyəti yoxdur və olmamalıdır. Əgər qadın aşırı şəkildə, çox abartılı şəkildə, necə deyərlər, əxlaqi dəyərlərə xas olmayan şəkildə, vücud ölçülərinə uyğun olmayan şəkildə, dərəcədə açıq-saçıq geyinirsə, birinci sual yenə də kişiyə yaranır ki, bu cür açıq-saçıq geyinən qadınla niyə tanış olurdun? Ki, sonradan ona sən hətta münasibəti ciddiyə aparırsan və sonra öz tələblərini qoyursan. Və yaxud da kişilərin çoxu demək olar ki, cazibəli, seksual, hətta biraz açıq-saçıq geyinən qadınlara diqqət göstərirlər, tanış olmaq istəyir. Çünki ola bilər qadın çox gözəl vücuda sahibdir, daşıya bilir paltarı və diqqət mərkəzində olur, gözəlliyi ilə və yaxud tərzi ilə, zövqü ilə. Tanış olub əldə etməyə çalışır, amma müəyyən zamandan sonra öz tələblərini qoymağa başlayır. Öz nəzarətinə almaq istəyir geyimini. Belə geyinməyəcəksən. Mən narahat oluram. Niyə narahat olur? Özgüvənsizlik, cəsarətsizlik, başqaları nə deyər? Daha sonra nəzarət etmək hissi. Mən güclüyəm, mən liderəm, mən dominantam. Şantaj tipli qorxuda saxlamaq, özünü öyrəşdirib sonra qorxuda saxlamaq ki, ya mən, ya geyim. Burada problem kişilərdə deyil, problem qadınlardadır. Nəyə görə qadın icazə verir ki, onun bədəninə bu qədər sahiblik, bu qədər nəzarət olunsun kişi tərəfindən. Kişi tanış olur sən olduğun kimi və bir çox bəylərdən mən eşidirəm ki, evlənəndə belə deyildi, tamam başqa cür idi və yaxud tanış olanda münasibətimizin əvvəlində başqa cür idi, o özü idi çünki. O özü idi və sən gəldin, onun özü olduğu üçün ona aşiq oldun və onun özü olduğu üçün onu əldə etmək istədin. Sonra isə sən öz egonu, sən öz qaydanı ona geyindirirsən və o ilk başlarda bu adrenalin, aşiq olmadan razılaşa bilər. Amma müəyyən bir zaman keçəndən sonra o natura var da, priroda, insanın təbiəti var. Doğuşdan, hansı tərəfdən istəyirsiniz, lap bürc tərəfdən, lap planetlər tərəfdən bir doğulduğu planet var onun altında və yaxud daşıdığı bir bürc var, onun xüsusiyyətləri var. O təbiətlə doğulub. Sən onun təbiətini öz təbiətinlə dəyişmək istəyirsən və müəyyən zamandan sonra onun doğulduğu təbiət tələb eləməyə başlayır, onun vücudunu çöktürməyə başlayır ki, axı sən bu deyilsən, sən başqasan. Və mübahisələr başlayır. Qadın əvvəlki kimi olmaq istəyir və buna görə problemlər başlayır. Yox, əgər qadın əvvəldən ola bilər geyinməyibsə, sonradan həddindən artıq abartılı geyinirsə, burada yenə də problem kişidədir ki, qadının daxili boşluğunu doldura bilmir. Hər hansısa emosional sevgiyə, diqqətə, xoş sözlərə, romantikaya, indi saymaqla bitməyən hər hansısa emosional boşluğu var və bu kişi bunu doldura bilmir. Mən Coco Chanel'i çox sevirəm, onun gözəl bir sözü var. Əgər bir kişi sənə seçim qoysa ki, ya paltar, ya mən, mütləq paltarı seç. Bu demək deyil ki, sən hər hansısa paltarı ondan üstün tutursan. Bu deməkdir ki, sən özünü seçirsən, özünü üstün tutursan. Bu qədər.
xoşuma gəlir.